kanalıma hoş gelmişsiniz. Bu benim ilk videomda demek istəyərdim, ama bu benim ilk videom değil. Yəni necə, bu kanalda olan ilk videom değil. Ben əvvəllər YouTube kanalı açmıştım ve bu kanalda öz videolarımı paylaşmıştım. Ama təəssüflər olsun ki, sonradan bu işi davam elətdirmədim. Əlbəttə ki, bunun bir sıra səbəbləri var idi. Bu arada videomu yeni izleyenler varsa hoş geldiniz derim ve kanalıma destek olsanız çok sevinirim. Deməli, biraz bu prosesdən danışmaq istəyirəm. Yəni YouTube kanalı açmışdım, niyə davam elətdirmədim, niyə kənarda qoydum, hansı səbəblər buna mane oldu, bunlardan danışmaq istəyirəm biraz. Deməli, keçən ilin 2025-in yay ayında mən YouTube kanalı açdım. Sadəcə videolar da paylaşırdım, amma bu kanalı daha çox vlog tərzi bir kanala dönüştürmek istediğim için, daha çok burada vlog tarzı videolar çekmek istediğim için o dönemde ben vlog tarzı videolar çekebilmedim. Ancak oturup çekirdim, her hansısa bir mövzu hakkında danışırdım. Sadece bir videom var idi ki vlog tarzıydı, ama o da öz evde olan bir videoydu ve orada da işte kitap okuduğumu, İngilizce ile məşğul olduğum falan belə videoydu paylaştığım. Yani bilsiz necə, istədiyim kimi alınmadı və mən bu dəqiqə rayondayam və keçən yayda o videoları çəkəndə rayondaydım. Gördüyünüz kimi arxa planım çox qəşəngdir. Amma belə bir gerçəkdən bəhs etmək istəyirəm ki, mən tələbəyəm və tələbə olduğum üçün Bakıda qaldığım kirayə ev o qədər də yaxşı təmirli deyil, yəni açığı belə danışaq. Və mən fərqinə varmışdım ki, burada onsuz da qalmayacağam çox və dersler başlayanda artık Bakıya gideceğim ve artık orada çəkməli olacağım videolarımı. Bilirdim ki evde video çəkməliyəm. Bəzi videolarım evde olmalıdır, ama evin estetikliği o değil. Ona göre de ben videolarımı da gizliye aldım. O işi de bıraktım. Dedim ki eğer o evden çıkmalı olsa, o zaman yeni evde sıfırdan başlayarak YouTube kanalımı yeniden quraram. Amma təəssüflər olsun ki, yenə belə olmadı. Mən fərqinə varmışam ki, artıq, yəni mən nə zaman ki, hər hansı bir şeyin mükəmməl olmasını gözləyəcəm, o zaman bəlkə də heç vaxt gəlməyəcək. Bəlkə də mən gözləyə qalacağam. Bəlkə də mənim beynimdə bu dəqiqə bəhanələr uydururam ki, məsələn, bir sıra qorxularım olduğu üçün bəhanələr uydururam ki, işte çəkməyim, belə eləməyim, elə eləməyim. Amma düşünürəm ki, bu kısa bir müddətli bir şeydir. Yəni düzdür, evin elə olması mənim əlimdə olan bir şey deyil. Dəyişdirmək çox istəyirəm, amma həqiqətən əlimdə olsa, yəni bunu canı könüldən mən istəyirəm, amma təəssüflər olsun ki, belə deyil. Eləcə bir şey yoxdur. Belə davam edəcək bir müddət, amma bunun qısa bir müddətli bir proses olduğunu bilirəm. Ona görə də davam edəcəm. Gücüm çatdığı qədər, yəni çalışacağım ki, daha yaxşı formada sizə videoları çatdıra bilim. Çünki mən özüm də istəyirəm ki, öz videolarıma baxanda estetik görünsün, qəşəng görünsün, izləyicilər üçün maraqlı olsun. Yəni mən bu işi həqiqətən sevirəm. Bu mənim balacalıq xəyalımdır. Hətta 1-ci sinifdən bəri istəmişəm. 9-cu sinifdə hətta özümə demişdim ki, YouTube kanalı açacağım, başlayacağım. Sadece yine de bəhanələr uydurup kameramın yaxşı olmadığını düşünüp başlamamıştım. Yani bu tür bəhanələr məni tamına bir 4-5 il bu YouTube kanalından, bu YouTube istəyimdən məni kənarda qoydu. Ama olsun, yani eləyəcək bir şey yoxdur və mən düşünürəm ki, bu mənim həqiqətən istədiyim bir şeydir. Çünki əgər mən bu şeyi canı könüldən istəməsəydim, bu dəqiqə yenidən burada olmazdım. Yəni mən belə düşünürəm, çünki dediyim kimi çox balacalıqdan istəyirəm. Keçən il videolarımı tamamilə gizliyə almağıma rəğmən yenidən buradayım. Yenidən artıq başlayıram və video çəkirəm. Özümlə əslində qürur duyuram bir yandan. Bir yandan da bilmirəm, bəzi yenidən qorxularım var. Əlbəttə ki, bunu deməkdən çəkinmirəm, çünki yeni başlayıram və kameraya alışqın deyiləm normal olaraq. Amma kameraya alışdıqca daha yaxşı olacağını düşünürəm. Belə.
Əgər videonun hər hansı bir hissəsində fikrimi tam yaxşı sizə izah edə bilməmişəmsə və yaxud sizə bunu tam yaxşı çatdıra bilməmişəmsə üzrlü sayın. Çünki dediyim kimi bu mənim ilk videomdur və oturub çəkdiyim üçün də biraz həyəcanlıyam. O zaman çox da uzatmaq istəmirəm. Əgər videomu bəyəndiysəniz bəyənməyi, kanalıma abunə olmağı və kanalıma dəstək olmağı unutmayın. Sizləri çox sevirəm. Gələn videolarda görüşənə qədər. Sağ olun.